Hesab edirəm ki, hətta indiki çətin situasiyada da Zelenskinin belə bir imkanı var. O situasiyanı Ukraynanın və şəxsən özünün də xeyrinə dəyişə bilər. Amma bunun üçün Prezident Zelenski gərək 2022-ci ilin 24 fevralında Rusiyanın o qəfil hücumundan sonra nümayiş etdirdiyi iradədən növbəti dəfə nümayiş etdirsin. Biz bilirik ki, Zelenskinin belə bir iradəsi var. Amma yenidən o iradəni nümayiş etdirməyə ehtiyac var və bir neçə istiqamətdə. İlk növbədə açığı hesab edirəm ki, Zelenski bu ona qarşı başlanmış korrupsiya skandalından tezliklə çıxmalıdır. Necə? Bir mənalı aydın mövqe qoymalıdır ortalığa. Bir mənalı şəkildə korrupsiyaya görə məsuliyyət daşıyan heç bir vəzifəli şəxsi müdafiə etməyəcəyini deməlidir və korrupsiya ilə mübarizə orqanlarının işinə qarışmayacağını Ukrayna xalqına və bütün dünyaya əmin eləməlidir. Kimliyindən asılı olmayaraq bu müharibə gedən vəziyyətdə hansı vəzifəli şəxs onun Prezident Zelenski ilə nə qədər yaxın olmağından asılı olmayaraq onun ki ürəyi gəlib, vicdanı yol verib xalqın puluna göz dikməyə, korrupsiya ilə məşğul olub, belə adamlar hamısı məsuliyyət daşımalıdır və Prezident Zelenski xalqı əmin eləməlidir ki, heç kimi xilas eləməyə çalışmayacaq, oğurlar, korrupsionerlər məsuliyyət daşıyacaqlar və bu korrupsiya ilə bağlı istintaqı nəinki Ukraynanın və özünün əleyhinə olan faktora, xeyrinə olan faktora çevirə bilər. Necə? Deyəcək ki, buyurun, baxın, görün, Rusiyada nə boyda korrupsiya var. Onu kimsə açıb ifşa eləyə bilər? Yox. Amma Ukraynada hüquqi dövlət var və korrupsiya ilə mübarizə aparan orqanlar müstəqildir. Mən də o orqanların arxasındayam. Hər bir korrupsioner məhkəmə qarşısında məsuliyyət daşıyacaq, xalq qarşısında məsuliyyət daşıyacaq. İndi isə biz gedək vətənimizin müdafiəsi ilə məşğullaq. Bunu da heç kim Ukrayna hökumətinə qarşı, şəxsən mənə qarşı təzyiq vasitəsinə çevirməsin. Çünki bu məsələdə bizim zəifimiz yoxdur. Bax, birinci bundan qurtarmaq lazımdır açığı və mən ümid edirəm, çox ümidliyəm ki, Prezident Zelenski bunu eləyəcək. İkincisi, mən bir neçə dəfə bu barədə danışmışam. Hətta mən bu ilin yanvar ayında Ukraynanın nüfuzlu bir saytında məxsusi olaraq bir yazı da yazmışam. Prezident Zelenskiyə və onun komandasına az da olsa köməyi olsun, ictimai rəyin formalaşmasına ki, belə bir ağır savaş içində olan ölkə 25 yaşa qədər sağlam gəncləri müharibəyə aparmamaq lüksünə sahib deyil. Bunu nə ABŞ eləyir, nə Almaniya eləyir, nə Fransa eləyir. Heç bir böyük dövlət, Türkiyə bunu eləyə bilmir. Heç kim bunu özünə rəva görə bilməz ki, yəni Ukraynadan dəfələrlə güclü dövlətlər belə bir savaşa düçar olsalar, onlar deməzlər ki, biz ancaq 25 yaşdan daha artıq yaş olanları cəlb eləyəcəyik müharibəyə. Bəli, 18 yaşlı gənclərin savaşa aparılmasına mən də qarşıyam. Amma hesab edirəm ki, vəziyyətdən asılı olaraq 20-22 yaşdan artıq olan gənclər savaşa gedə bilərlər və getməlidirlər və Ukraynanın əsas insan resursu oradadır. Təsəvvür eləyin, Ukrayna sadəcə o səfərbərlik yaşını 20-22 yaşa endirsə, gənc, məsələn 22-25 yaşları arasında sağlam, döyüşə qadir, bir var 50 yaşlı indi kişiləri səfərbər ediblər, 60 yaşlı, 45 yaşlı. Bir də var ki 23, 24, 25 yaşlarında 100 minlərlə gənclə ordunu yenidən formalaşdıra bilər. Xüsusən indi bilirsiniz ki, savaş daha çox bu pualar vasitəsilə həyata keçirilir. O puaları da demək daha çox gənclər yaxşı idarə edə bilirlər. 100 minlərlə orduya insan toplanmalıdır. Bilirsiniz, bu 100 minlər toplanmasa, bir daha vurğulayıram, indiki təkliflər paketi, bu Trump administrasiyasından gələn sülh planı qəbul edilməsə də, bu o demək deyil ki, 2 aydan sonra vəziyyət Ukraynanın xeyrinə yaxşılaşacaq. 2 aydan sonra başqa bir rayonun şəhər mərkəzinin işğalından biz danışmalı olacağıq. Deməli, Ukraynaya əsgər çatışmır. Bunu sən başqa heç hardan tapa bilmərsən. Əgər bu millət istiqlal savaşına qalxıbsa, ki mən hesab edirəm ki, bu savaş Ukrayna üçün məhz istiqlal savaşıdır, o zaman burada sən artıq, bəli, həmin o 100 minlərlə Ukraynalı gəncin qapısını açıb Almaniya, Polşa buraxmalı deyilsən, onlar səfərbər olunmalıdırlar. İstiqlal savaşında Atatürk bir tüfəngə 3 nəfər əskər verirdi. Tüfəng çatışmırdı. Amma prinsip nə idi? Hər necə olsa, demək, əskərlərin bir qismi şəhid olacaq. O zaman o biri tüfəngi olmayan əskər şəhid olmuş
dostunun, qardaşının tüfənginə sahib çıxıb savaşı davam elətdirəcək. Yəni istiqlal savaşı belə aparılır. Ona görə də açığı hesab eləyirəm ki, 1. Həmin o gənclər səfərbər olunmalıdır. 2. Bu fərariliyə qarşı sərt tədbirlər görülməlidir. Ukraynanın rəsmi dövlət orqanları 140 min nəfərin demək ordudan yayılması ilə bağlı rəsmi məlumatlar yayır. Çox böyük bir rəqəmdir. Çox ciddi tədbirlər görülməlidir. Ukrayna ictimaiyyəti ilə çox açıq söhbətlər olmalıdır. Hesab edirəm ki, ora demokratik ölkədir. Müxalifətlə açıq dialoq olmalıdır. Bir vətən savaşından söhbət gedir. Bir müddət bu kürsü davasını sonraya saxlamaq olar. Bizim kimi, Azərbaycan kimi haqsız bir ölkədə biz vətən savaşı günlərində bütün siyasi mübarizəni saxladıq sonraya. İndi Ukraynada xalqın seçdiyi rəhbər dövləti müdafiə edir. Bir müddət bütün o siyasi mübarizələri kənara qoymaq lazımdır. Bununla bağlı xalqla danışmaq lazımdır, müxalifətlə danışmaq lazımdır. Ukrayna içindən güclənməlidir. Və nəhayət, Ukrayna Avropalı müttəfiqləri ilə açıq danışmalıdır. Bilirsiniz, mən inanıram ki, Prezident Zelenski indiki situasiyanı Ukraynanın xeyrinə dəyişə bilər. Necə? O elə belə deyil ki, mənim çox sevdiyim misallardandır. Çinlilərin misaldır. Hər bir böhran yeni bir fürsətdir, yeni bir imkandır həm də. İndi o Avropalılara deməlidir ki, baxın, Ukraynanın buradakı savaşmağı sizə qızıldan qiymətli vaxt qazandırır. Avropalılar onsa narahatlar ki, Putin Ukrayna ilə savaşı başa çatdırandan sonra Avropa ölkələrinə savaş aça bilər. Onlar görürsünüz ki, necə sürətlə müharibəyə hazırlaşırlar. Daha doğrusu özlərini müdafiəyə hazırlaşırlar. İndi açıq söhbət olmalıdır ki, siz maraqlı olmalısınız ki, biz təslim olmayaq. Biz təslim olanda sırada Baltikyanı ölkələr var, Polşa var, başqa ölkələr var. Xüsusilə də əgər Putin zor yolu ilə, güc yolu ilə istədiyini alacaqsa, onu kim bundan sonra durduracaq ki? Hə, indi deyir ki, deməli, Trump özünə arxayındır ki, mənim vaxtımda o belə bir şey eləməz. Amma birdən elədi, yaxud da Trump da əbədi deyil ki, Putin neçə prezidenti yola salıb indiyə qədər. Amerikada prezidentlər 4 ildən bir də dəyişir, amma oturub da 25 il orada. Nə qədər də ömrü var, oturmaq fikrindədir. Deməli, Avropa maraqlı olmalıdır ki, Ukrayna dirənsin, saxlasın bu işğalçını və onlar hazırlaşsınlar, hərbi sənaye komplekslərini qursunlar, hərbi sənayeni inkişaf elətdirsinlər, ordularını artırsınlar. İndi onlara açıq deyilməlidir. Biz bu qədər indi edilən yardımla bu işğalçını durdura bilmirik. Bu işğalçını bu yardım durdurmağa kifayət eləmir. Deməli, yardımı artırmaq lazımdır. Deməli, uzatmaq lazım deyil o Rusiyanın dondurulmuş pullarını Ukraynaya verməyə. Neçə aydır bunun müzakirəsi gedir? Belçika deyir ki, mənim tək yaxam əldə qalmamalıdır. Bu pulu mən versəm sizə, sabahlar Rusiya məni məhkəməyə verəndə mən tək qalmalı deyiləm. Düz deyil, yığışın bir yerdə zəmanət verin. Kəsin bu bəhanəni. Onsuz da kimdir ki, hansı məhkəmə o pulu Rusiyaya qaytarmağı sizdən tələb eləyəcək ki? Lap birdən nəzər cəhətdən tələb eləsə də, siz də deyirsiniz ki, Rusiya müharibəyə vurduğu zərəri ödəsin, biz onu qaytaraq. Amma nəticə itibarilə bu gün Ukraynaya dəstək artırılmalıdır. Belə xırda addımlarla yox. Və Prezident Zelenskinin indi mənəvi imkanı yaranır. Birincisi, öz xalqına üst tutub, çox ciddi, radikal dəyişikliklər istəməlidir. Və ordunun gücləndirilməsini radikal şəkildə gücləndirməlidir. Yadınızda var, bir neçə ay bundan qabaq ABŞ prezidenti Trump demişdi ki, əks hücum olmadan ancaq müdafiə olunanla qalib gəlmək olmaz ki. Düz deyir bu mənada da. Ukrayna hücuma hazırlaşmalıdır. Əgər məğlubiyyətlə, təslimiyyətlə barışmaq istəmirsə, əks hücum hazırlamalıdır. Nə ilə hazırlamalıdır bunu? Əlavə səfərbərlik ilə eləməlidir bunu. Avropadan gələn çox ciddi maliyyə yardımları ilə, yeni silah yardımları ilə bunu etməlidir və bunu açıq danışılmalıdır. Bəli, Avropa liderləri də mən çox arzulayıram və ümidvaram ki, onlar da üzərlərinə o məsuliyyəti götürəcəklər. Fərqində olacaqlar ki, Ukraynanın bu qəhrəmancasına dirənişi bütövlükdə Avropa təhlükəsizliyi üçün son dərəcə vacibdir və onlar da daha ciddi kömək eləmək haqqında qərar verəcəklər. Uzatmaq olmaz Ukraynaya köməkləri. Ukraynaya həm hərbi baxımdan, silah baxımından, həm maliyyə baxımından kömək dəfələrlə artırılmalıdır ki, bu işğalçı nəhayət yerində otuzdurulsun. İşğalçının qabağı ilə qaçıldıqca başqa bölgələrin günü qara olacaq. Mənim şəxsən xüsusi narahatçılığım həm də öz bölgəmizlə bağlıdır, bilirsiniz? Çünki əgər Putinin bu işğalçılıq siyasəti uğur qazansa, hamı bu işğalçının qabağından geri çəkilsə,
Yaxşı, bu güclüdür, bu insan həyatına qiymət vermir. Hər bir döyüşdə yüz minləri itirməyə hazırdır. Gəlin bunun qabağından çəkiləcəyik fikrinə düşsə, o zaman Cənubi Qafqaz növbəti hədəf ola bilər. Və ona görə də bizim hamımızın arzumuz, dualarımız Ukraynanın dirənişi ilə bağlıdır. Və mən çox ümidvaram ki, bizim dərk elədiklərimizi Ukrayna siyasi elitası da dərk eləyir və xüsusilə Prezident Zelenski indiyə qədər çox ağır böhranlardan keçirdib Ukraynanı. Çox ümidvaram ki, bu böhrandan da Ukraynanı çıxardacaq.